Get aparatımızı gönderirik Şəmkir rayonuna. Şəmkir rayonunda Çınarlı kəndinə göndərirəm bunu. Elşad müəllim, çox mübarəkdir. Bax, görürsünüz dostlar, qan enerji simülyatoru aparatı. Sağ salamat işlət. İndi mən bunu təqdim edirəm sizə bu aparatı. Görürsünüz, pasport üstündə qan enerji simülyatoru aparatı. İndi izah edəcəm sizə bu nə üçündür və kimlər istifadə etməlidir. Kimin evində bu aparat varsa o evə həkim, hakim lazım deyil. Qan enerji simülyatoru aparatı nə üçündür? Birincisi, əsəb, gərginlik, stres, panik atak keçirənlər, oynaqlarında ağrı olanlar, zəiflikdən əziyyət çəkənlər, ümumiyyətlə, kimdə bir ev həkimi adlandırmaq olar onu, 15 xəstəliyi özündə cəmləşdirən qan enerji simülyatoru aparatı. Bax, buna bax, çiçək kimi. Bu aparatı olan insanlara həkim lazımdır, iğnə, dərman lazım deyil. Sadəcə buradan bir düyməsi var. İşə salırsan, bax, gördünüz. Baxın bura, baxın bura. Dostlar, dəqiqələr burada 5, 10, 15 dəqiqə. Bunun 15 dəqiqə üzərində dayanmaq 5 kilometr məsafə qatışa bərabərdir. Ona görə hər kəsə tövsiyə olur. Baxın, baxın dostlar, qolbağa baxın, üzərində hərəkət edir. Kim bu aparatı alsa şəxsən bu sağlamlıq cihazı olan bu qolbağdan mən şəxs ona hədiyyə verəcəm üzərində. Baxın dostlar, sən təsəvvür et ki, sənin qanın necə dövr eləyir. Ona görə də bədənində olan toksinləri, zərərli maddələri təmizləmək üçün mütləq aparatından istifadə edir.